Salam, vaxtınız xeyir olsun futbol sevərlər. U8 Respublika Çempionatının son qarşıdurmasında, son oyunda sizi salamlayırıq. Günün son qarşıdurmasında sizləri salamlayırıq. Hazır FA və Scout komandalarının qarşıdurmasını izləyirik. Scout komandası heyətlərlə sizləri tanış edim. 10 İsmail Sadiq, 9 Əliyev Maqsud, 14 Emil Şərifov, 21 Said Hüseynov, 11 Hacı Aydın, Şirral Abdulazadə, 17 Asker Məlik Aslanlı, 13 Uğur Qurbanlı və baş məşqçiləri Asif Zeynalov və köməkçi məşqçi Nigar Əhmədova. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollu, haqq ədalətli, özəl bir maç olması diləyi ilə. Maksını küçünə zərbəni yerinə yetirdi. İsmail Sadiq isə İsmail Sadiq zərbəsini endirməyə çalışdı. Təkrar zərbə top Asrayla qapı xəttini tərk edir. Xusudun zərbəsi yaxşı alınmışdı, amma çərçivəyə toş gəlmədi. FA komandasının hücuma çıxmağa çalışır, amma yenə top qapı xəttini tərk etdi. İsmail Sadiqin təzyiqi var idi bu epizodda. Saidin də ötürməsi verdi. İsmail Sadiq! İsmail Sadiqin qolu. 1-0 olur hesab. İsmail Sadiq komandasını irəli çıxardan qolun müəllifi olur. Komandanın qol maşınıdır İsmail. Burada İsmail'dir. İsmail növbəti qol gələ bilər və nə baş verdi? Qol qeydə alındı, bəli. Qol qeydə alındı, zadə hakim. Nə baş verdi? Qol qeydə alınmadı, hakim cərimə zərbəsi təyin edirdi. Avantaja da buraxa bilərdi, amma qapıya zərbə top qapının üstündən keçir. Nələr baş verdi? Hakim burada avantajı buraxıb qolu da saya bilərdi, amma təbii ki qərarı verən odur. Son qərarı verən odur. İsmail Sadiq. İsmail Sadiq Asrayla top qapı xəttini tərk etdi. Oturma ilə çıxmağa çalışır hücuma FA komandası. Yenə təzyiq var. Yenə dirəyin dibindən top meydanı tərk etdi. Bu dəqiqələrdə təzyiq var Scout komandasına. FA komandası özlərinə aid olan hissədən hələ ki hücuma çıxa bilməyiblər. Ötürmələrlə çıxmağa çalışırlar. Yenə qeyri-dəqiq ötürmə. Maqsud Əliyevindir. İsmail Sadiq qapıya zərbəsi qeyri-dəqiq alınır. Emil'lə 2 mübarizə var idi və Emil Aydanı pozdu bu epizodda. Rəqibinə qarşı qaydanı pozmuşdu Emil Şərifov. Cərimə zərbəsini yerinə yetirir FA komandası. Qapıya zərbə İsmail Sadiq xəttin üstündən topu qaytarır. Hakim cərimə zərbəsini təyin edir. Bu dəfə Scout komandasının lehinə. İsmail Sadiq indi çıxmağa çalışır. İsmail Sadiq. Top İsmail'də də, amma top itirir İsmail. İsmail təzyiq göstərir. Növbəti qol gələ bilər İsmail'dən. Yerdə qalır İsmail. Qapıdan zərbə yox. Gücdən zərbəni təyin edir hakim.
Oyunda artıq 5-ci dəqiqəni də geridə qoyduq. Scout komandasının üstünlüyü var. Efe komandası hələ ki istədiyi oyunu göstərə bilmir. Ya scout komandası oyuncuları buna imkan vermirlər. Qabaqda təzyiq göstərməklə. Maksud Əliyev indi cərimə zərbəsini top oyuna daxil etdi. Top təkrardan Maksuddadır. Maksuddan ötürmək İsmail Sadiq istiqamətinə. Said topa atmağa çalışır. Said çatır topa. Said Hüseynov zərbəsini indirir. Top qapı xəttindən tərk edir. Komanda bu dəfə uzun ötürməklə tutmağa çalışdılar. Maksud topu az qala qapısından keçirəcəkdi, amma hər şey onun üçün yaxşı qutardı. Güclə zərbəni yerinə yetirdi Efe komandası indi. İsmail Sadiq indi əksizma çıxırlar. Növbəti yol gəldi İsmaildən və 3-cü gol İsmail Sadiqdən gəlir. Hət-trik edir artıq İsmail. 6 dəqiqəyə komandanın qol maşını hət-trik edib. (3-0) olur hesab. Zərbə və Efe komandası. İlk qolu gəlir Efe komandasının. Fərqi 2 topa indirirlər. Ümidlənirlər. Hələ oyunun əvvəlidir. Hər şey ola bilər. Və arxa-arxaya qollar gəlir Efe komandasından. Bu da 2-ci qol. Fərqi 1 topa indirir Efe komandası. 3-2 olur hesab. Hakimin fiti səslənib. Başlaya bilərlər. İsmail də topu oyuna daxil etdi. Mərkəzdən. Maksuddan Said Hüseynov istiqamətinə. Said topu itirmişdi, amma təkrardan qazandı və təkrardan itirdi. Ödəmiş təkrardan mübarizə aparır. İkili mübarizə var burada. Scout komandasının qapısı qarşısında çıxa bilirlər indi. Saidin zərbəsini indirdi. Blok qoydu müdafiəçilər. Maksud Əliyev yerinə yetirdi altı. Said istiqamətə ötürmüşdü, amma orada Saiddən qabaq Efe komandası oyuncuları topa yetişdilər. Scout komandası yeni yetirməlidir. 6 deyir hakim. Said istiqamətinə ötürmə verdi indi. Said ötədi İsmail Sadiqə. İsmail Sadiq komandasının 4-cü qoluna imza atır. Həm özünün, həm komandasının 4-cü qoluna imza atır İsmail Sadiq. Komandanın qol yükünü öz çiyinlərinə götürür bugün İsmail. Emil indi. Emil Şərifov. Emil keçməyə çalışır rəqibini. İkili mübarizə var burada Emil. Emil ötürməsini etdi İsmail Sadiq istiqamətinə. İsmail Sadiqin növbəti qolu gələ bilər dedim və gəldi də. 5-ci yol İsmail Sadiqdən. Həm özünün, həm komandasının 5-ci qoluna imza atır İsmail. 5-2 olur hesab. Out. Altı yeni yetirdi. Said istiqamətə, amma Said topu istədiyi kimi ram eləyə bilmədi. Said zərbəsi və Saidin qolu gəlir. Said Hüseynov. Said fərqlənir. Komandasının 6-cı qoluna imza atır.
Toxunuş yox idi topa. Təbii ki, hakim təkrardan mərkəzdən topu oyuna başlanılması olduğunu bildirir. İsmail Sadiq'də qalır top. İsmail indi komanda yoldaşlarını axtarır. İsmail ötürməsini edir. Said istiqamətə imkan vermir burada müdafiəçilər. Said zərbəsini endirə qeyri dəqiq alınır zərbəsi. Emil mübarizə aparır. Biz Raul Abdulazadəni oyunda görürük. Bəli, 2 nömrə Skalkamız 2 nömrəsi Raul Abdulazadəni biz oyunda görürük. İsmail Sadiq komandasını hücuma çıxartmağa çalışır. İsmail. Top təkrardan İsmail'dadır. İsmail baxır qapıya indirir zərbəsini İsmail Sadiq. Komandasının 7-ci qolunun müəllifi olur. 7-2 olur hesab. Maksud. Altın yerini yetirdi. Scout komandası Maksud Əliyev. Tekrar İsmail Sadiqə. İsmail mərkəzə doğru eləməyə çalışır. İsmail qələrbəsini indirir və növbəti gol İsmail Sadiqdən. Mən yoruldum amma İsmail Sadiq yorulmadı. Mən onun adını çəkməkdən yoruldum amma İsmail Sadiq gol vurmaqdan yorulmur. 8-2 olur hesab. Və 7 gol da İsmail Sadiq tərəfindən gəlib. Bir gol da Said Hüseynov fərqlənib. Yerdə qalır və qayda pozulur. Maksud qaydanı pozulur burada rəqibinə qarşı. Zərbə və FA komandasının növbəti qolu gəlir. Qüvvətli zərbə indirdi qapıya. 3-cü qolu gəlir FA komandasının fərqi 5 topa indirir Scout komandası. Mövcud FA komandası ümidlənməyə çalışırlar. Hələ iləridə uzun dəqiqələr var. Maksud Əliyev. Maksud hücuma çıxan səhvə yol verir, amma səhvini sığortalayır. Və korner. İsmail Sadiq. Və FA komandasının 4-cü qolu gəlir. 8-4 olur hesab. İsmail Sadiq. İsmail şərək bilə müdaxilə etdi. Top Raul'da qalır. Raul Abdazadə. Raul 2 nəfərin arasında çıxmağa çalışır. Murad gəlir ona köməyə. Muradın ötürməsi qapı istiqamətində oldu və avtogol izlədik. Avtogol izlədik. Mərkəzdən top oyuna daxil etdi. Təkrardan Scout komandası hakimin fiti ilə. Murad. O İsmail Sadiq'dədir. Və növbəti gol. Arxa FA komandasından qollar ya 6-cı qol gəldi FA komandasının.
arxa-arxaya səhvlər nəticəsində Efa komandası arxa-arxaya qollar vuraraq hesab fərqini 3 topa indirdi. İsmail Sadiq. Qaptan zərbə. Emil'in zərbəsi top çərçivədən yan keçir. Uzun oturması ağzına ha. Qapıya zərbə, top qapının üstündən keçir. Emin hücuma çıxmağa çalışır. Yerdə qalır Emil və Emil'ə qarşı qayda bozulub. Fərq artıq 2 topdur. Yəni Scout komandasının ardıcıl edən səhvləri təbii ki bu fərqin enməsinə daha çox səbəb oldu. Küncdən zərbə. İndi küncdən zərbəni Scout komandası yerinə yetirir. Emil indi topa tərəf getdi. Elmət Raul istiqamətinə Emil Şərifov. Topu itirdilər. İndi Efa komandası İsmail Sadiq sürüşərək müdaxilə edir. İmkan vermir. Efa komandasının fərqi bir topa indirməsinə imkan vermir. Qapısına toxunulmaz saxlayır. Yenə də hakim bu epizodda da oyunun əvvəlində İsmail Sadiq fərqlənmişdi və hakimi qol saymamışdı, avantaja buraxa bilərdi. Burada da təhlükəli epizod yarana bilərdi Efa komandasını. Bu dəfə də Efa komandasının təhlükəli epizodunun qarşısını aldı deyə bilərik. Təbii ki burada onlar praktika keçirirlər. Onlar üçün təcrübə yeridir, başa düşüləndir. Raul yerdə qalır, hakim qalxdıyır Raul'la. İsmail'dən uzun ötürmə. Top indi İsmail Sadiq'da İsmail. Və bir top inir. 7-ci qolu gəlir. 7-ci qolu gəlir Efa komandasının və 8-7 olur hesab. 8-7 olur hesab. Artıq bir topdur. Haşim İfti gəldi və mərkəzdən Raul top oyuna daxil etdi. Raul indi yetişə biləcəkmi topa yox. Top qapı xəttini tərk etdi. İsmail'dən təzyiq vardı amma çıxa bildi. 4 nəfərlə təzyiq göstərir. Bütün oyuncular rəqib meydançadadır. Zərbə top qapının üstündən keçir. Və ilk hissə hakim İfti ilə başa çatır. İlk hissə Scout komandasının 8-7 üstünlüyü ilə başa çatdı. İkinci hissədə görüşmə ümidi ilə hələlik. İkinci hissədən təkrardan hepinizi xoş gördük əziz futbol sevərlər. İlk hissə Scout komandasının 8-7 üstünlüyü ilə başa çatmışdı. İkinci hissə yenə də hər iki komandada uğurlar arzulayırıq. Həm Scout həm Efa komandasına qol-qollu, haqq ədalətli, gözəl bir ikinci hissə diləyirik. Hər iki komandaya da Said Sönə top. Saidin qapıya zərbəsi top qapı xəttini tərk etdi. Birbaşa qapıya zərbə düşündülər və 8-8 olur hesab. 8-8 olur hesab. Bərabərlik gəlir. Çəkişməli bir oyun izləyirik. Oyun əvvəlində fərq 5-6 top idi səhv etmirəmsə. Mən demişdim orada uzun vaxt var, hər şey ola bilər. Artıq biz bərabərlik görürük. 8-8'li bərabərlik ilə oyunun ikinci hissəsini izləyəcəyik. Maraqlı 20 dəqiqə bizi gözləyir.
20 dəqiqədən 1 dəqiqə keçib 19 dəqiqə qalıb oyunun ikinci hissəsinə. Top Raulun üzünə təmas edir. Raulun üzünə ümid edir, heç nə yoxdur Raulun. Raul ayağa qalxır. Ayağa qalxır və bu bizi təbii ki çox sevindirir. Maksud Aliyevin eləməyə çalışır. Maksud yerdə qalır. Haşim qalxdır Maksuda. Out. Maksudun ötürməsi indi. İstiqamətə vermişdi. Pas etməyə çalışdılar. Efe komandası indi növbəti təhlükəli epizodu dirəkdən qayıdır. Top dirəkdən qayıdır və təkrar zərbədə qapı xəttini tərk edir. Top qapıdan keçmədi. Emil keçdi bir rəqibə Emil. Emil Şərifov. İkinci rəqibi keçməyə çalışdı amma bu mümkün olmadı. Maksud. Out. Scout komandası indi out'u yerinə yetirəcək. Raul Abduzadə istiqamətində ötürmə. Topu Raul eləyə bilmədi Raul. Efe komandasının növbəti hücumu qurmağa çalışır. Ötürmə. Sol cinaha. Out. Qapıdan zərbə ilə indi top oyuna daxil edəcək Scout komandası. Emil Şərif oyun hücuma. Çalışır, ötürməsi verdi Maksud Əliyev. Maksuddan uzun ötürmə gəlmişdi amma müdafiəsi blok qoyur. Maksuddan Emil istiqamətdə ötürmə, araya girir burada müdafiəçilər. Qapı xəttini tərk edir. Emilin ötürməsi İsmail Sadiqə. İsmail Sadiq biz təkrardan oyunda görürük. Komandanın qol maşını təkrardan oyundadır. Maksudun nəzarətində top qapı xəttini tərk etdi. Qapıdan zərbələ indi Maksud top oyuna daxil edir. İsmail Sadiq istiqamətinə. İsmail keçməyə çalışdı rəqiblərini. İsmail çata bildi. İsmail zərbəsi və komandasını yenidən önə çıxarılır İsmail Sadiq. Komandasının 9-cu qoluna imza atır. 9-8 olur hesab. Said yerdə qalır və Saidə qarşı qayda pozulub. Və penalti, bəli. Penalti təyin edə hakim. Said Hüseynov topunun arxasındadır. Hakim qeydə almadı hakim, çünki hakimin fiti səslənməyib. Onuncu qola yaxındır Scout komandası. Fit gəldi hakimdən və yenə də ikinci cəhdində də uğurlu alınır zərbəsi Said Hüseynovun və komandasının 10-cu qolunun müəllifi olur Said Hüseynov. Fərq yenə 2 topdur. İsmail Sürüşay topu komandasına qazandırır. Said zərləməyə çalışdı amma topu itirdi. Təkrardan qazandı Said. Təkrardan top rəqibə keçdi. İsmail Sadiq. İsmail ötürməsi Said istiqamətinə. Said zərbəsi top az fərqlə qapı xəttini tərk edir.
İsmail Sadiq keçilmədi, aldı, zərbəsini də indirdi və komandasının 11-ci qoluna imza atdı. İsmail Sadiq hesabı 11-8 etdi, 3 topa çıxdı fərqinə. Out. Sayısyon istiqamətində ötürmə. Sürüşərək yaxşı müdaxilə İsmail Sadiqdən. Qapıya zərbə və Said Hüseynov 12-ci qol gəlir. 12-8 olur hesab. Out. Scout komandasınındır. Maçdan itirmə. 50 oyun təyin edir hakim. 50 oyun təyin edir hakim, bəli. Cərimə zərbəsini indi yerinə yetirir Scout komandası. Maksud topu ilə ötürmə ilə daxil etdi. Said Hüseynov indi sol cinahdan ilerləməyə çalışırdı. Top Saidin özündən meydanı tərk elədi və Altu indi FA komandası yerinə yetirir. Uzun ötürmə yoxsa ötürməyə başladılar. Emil Şərifov, Emil yaxşı oynamışdı, amma topu oyunda saxlaya bilmədi. Hər şey yaxşı etmişdi Emil. Saiddən təzyiq var, Said düşür qalxır, topdakı FA komandasındadır. Saidin önündə qalır top və 13-cü qol gəlir. Said Hüseynov imza atır 13-cü qola. 13-8 olur hesab. Maksudun altı yeni yetirdi. Uzun ötürmə. Said yaxşı saxladı, zərbəsini də indirdi və Said Hüseynov. Arxa-arxaya qolları izləyirik Saiddən. Murat işte. Yaxşı ötürmə Maksud istiqamətdə Maksudun zərbəsi. Bu dəfə asist edir sayla. Maksud Əliyev qolun müəllifi olur. Qolun müəllifi arxa-arxaya qollar gəldi Scout komandasından. 15-8 oldu hesab. 7 topa çıxdı fərq. Artıq buradan qayıtmaq biraz çətin məsələdir FA komandası üçün, amma hər şey ola bilər. Futboldur. Futbolda hər şey olur. Murat oyuncuya bak Murat. Said, ay молодец Murat. Altı yeni etməyə çalışır FA komandası uzun ötürməklə çalışdı. Maksud qarşıladı. Raul Abduzadə qalmış top. Maksud topa alta çıxmağına imkan verir. Direkdən top qapı xəttini keçir. Direkdə top qapı xəttini keçir və 9-cu qola gəlir FA komandasının 15-9 olur hesab. Hakim səsləndi. Said topu mərkəzi topu ilə daxil etdi. İsmail Sadiq topladı. İsmail. Onun yoldaşlarını axtarır İsmail. Silmiş topu ama Maksud topu komandası tekrardan kazandırdı. Sağ uzuna ötürmə ama komanda yoldaşı topu ram edə bilmədi.
Və müdafiəçilər xətti üstü topu kornerə göndərir. Maksud ötürməsini verdi. İsmail Sadiq. Yüngül zərbə indirmişdi komanda. Komanda oyuncuları topu xətt üstünə qaytara bildilər. Said istiqamətinə Said'in ötürməsi Raul istiqamətinə yaxşı ötürmə vermişdi. Raul topu ram edə bilmədi. Out. İsmail Sadiq topu kornerə göndərib və kornerin F komandası yerinə yetirəcək. Zərbə qeyri dəqiq alınır. İsmail indi sürətli hücuma çıxartmağa çalışır komandasını. Mərkədə keçdi, ötürməsini etdi. Raul istiqamətinə. Raul istədiyi kimi top ayağına atılmalı Raul'un. Raul fərqlənə bilərdi bu epizodda. Bəxti gətirmədi Raul'un. İsmail Sadiq. İsmail. Ötürməsi Said'ə. Said'in zərbəsi və növbəti qol Said'dən gəlir. Said Hüseynov komandanın 16-cı qoluna imza atır. 16-9 olur hesab. Uzun ötürmə. Top Scout komandasına qalır. Maksud Əliyev topu uzaqlaşdırmağa çalışdı, amma top növbəti qol 10-cu qolu gəlir FA komandasının. On olur hesab. Hakimin fitini verməmiş başladı və hakim onlara xəbərdarlıq etdi ki, fiti gözləmək lazımdır. Maksud indi hakim fiti topu mərkəzinə daxil etdi. Said Hüseynov. Said'dən ötürmə İsmail Sadiqə. İsmail keçdi bir rəqibini İsmail. Baxır qapıya. Amma keçə bilmədi. Sonuncu rəqibini keçə bilmədi. Aşağıdan təzyiq göstərir İsmail. Yerdə qalır və İsmailə qarşı ayda pozulub. İndi cərimə zərbəsini Skal komandası yerinə yetirir. İsmail Sadiq özü cərimə zərbəsini yerinə yetirəcək. Belə baxıram birbaşa qapıya düşünəcək. Görəcək indi yox, ötürmə etdi. Məni də saçdırdı İsmail. Maksud zərbəsini də müdafiəçilər xəttin üstündə qarşıladılar, imkan vermədilər. O qapı xəttinə heç kim toxuna bilmədi orada. Hop, süzlərək auta çıxdı. Maksud topu saxlayır. Maksud yerdə qalır. Hakim eşinə yoxdur deyir. İsmail sen başla. Emil ötürməsini verdi İsmail Sadiqə. İsmail indi iki oyuncu arasından çıxmağa çalışdı. Çıxmışdı da amma ötürməsi qeyri dəqiq alındı və out. Out'u yerinə yetirdi FA komandası. Soldan ötürmə. Və sağdan ötürmə. Soldan sağa, sağdan sola. Zərbə dirəkdən qayıdır. İsmail Sadiqdən yaxşı ötürmə, amma bu da araya girir. Müdafiəçilər Raul'un təzyiq göstərir. Qapıdan zərbə.
Qapı xəttini tərk etdi. Qapıdan zərbə ilə Scout komandası topu ilə daxil edir. İsmail Sadiq keçməyə çalışdı və keçdi də rəqibini İsmail. Ötürməsini verdi Raulə. Raul ayağına oturmadı top. Oturmadı top ayağına Raulun. Bugün bəxti gətirmir Raulun. Fərqlənmək çox istəyir Raul. Amma elə ki bəxti gətirmir. Murad. Və FA komandası növbəti qol gəlir. Mərkəz təkrardan topu ilə daxil etdi Scout komandası. İsmail topu rəqibinə onquladı. İsmail'in gedir. İsmail zərbəsini endirir. Blokla bırakır. Təkrar zərbəsi. İsmail Sadiq. İsmail Sadiq. Maraqlı qol sevinci ilə qolu kutluyor Türklər demiş. 17-11 olur hesab. Saiddən indi təzyiq var. Said. Muradda qalır. Muraddan Emilə. Emil. Emilə qarşı qayda pozulub bir hakim. Cərimə zərbəsini İsmail Sadiq yerinə yetirəcək. İsmail ötürməsini edir. Said araya girməyə çalışır. Saiddən təzyiq var. Top FA komandasındadır. Muradda qalır Tomatdan İsmail Sadiqə. İkili mübarizə var orada mərkəzdə. Top Saiddə qalır indi. Said. Said keçməyə çalışır. Rəqib komanda yaxasını çıxmağa çalışdı amma uzaqlaşdırdılar burada topu və oltu indi Scout komandası yerinə yetirəcək. Və növbəti qol FA komandasından 17-12 olur hesab. 5 topla inir fərq amma artıq vaxt az qalıb. Düzü birinci taymda 5 topdan qayıtdı FA komandası amma artıq işləri biraz çətindir. Çünki artıq son dəqiqələrə giririk və 5 top qaytarmaq demək olar ki mümkünsüzdür. Vaxt baxımından mümkünsüzdür. İsmail topu uzaqlaşdırmağa çalışdı. İstədi ki uzaqlaşdırılmadı. İsmail'dən qayda pozuntusu var idi burada. Hakim xəbərdarlıq edir, şifahi xəbərdarlıq edir. Düzdür burada sarı kart, qırmızı kart yoxdur. Sadəcə hakim şifahi xəbərdarlıqla edir ki, bir-birinizə zədələməyin. Murad'ın topladı Murad. Murad'dan Said Hüseynov. Said. Said'in ötürməsi İsmail Sadiq. İsmail Sadiq. Topu oyunda saxlayabilir İsmail. Saxlayabilir amma zərbəsi istədiyi kimi alınmadı və hakimin final fiti səslənir. Scout komandasının 17-12 hesabı üstünlüyü ilə maç başa çatdı. Hər iki komanda təbrik edirik. Çox əzmkar, gözəl bir mübarizə izlədik. Növbəti oyunlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.